Salam uşaqlar, bu günlər 3-cü sinif riyaziyyat dərsliyi, iş dəftəri, səhifə 34-ü izah edəcəm. Başlayaq tapşırıq 7-dən. A bərabərdir 5 olduqda ifadələrin qiymətini hesabla. Deməli, A-nın yerinə biz 5 qoyacağıq. Ona görə də A-nın yerinə 5 qoyduqda 8-i əvvəlcə 5-ə vururuq, 40 edir. 15'i də yine 8'e vururuq. Bunu alt-alta yazırıq. 5 8'in 40 0 yazıram 4 yadda. 8 1'in 8 o da 4 12. 120. Ve sonda 120 ile 40'ı toplayıram. 120 üstüne gəlinsin 40. Cavab 160. Yine burada A'nın yerine 5 koyuram. 22'ni vururam 9'a. 2 9'un 18. 8 yazıram 1 yadda. 2 9'un 18. O da 1 19. 198. 9'u 5'e vururam. 45. Sonda ise 198'den 45'i çıxıram. 198 çıxılsın 45. 8'den 5 çıxıram. 100. 9'dan 4 5. 1'də qalır. 153. Keçirik bura. 205'i bölürəm 5'ə. 205 bölünsün 5. 20'ni 5'ə bölürəm 4 dəfə. 4 5'in 20. 5'i gətirib qoyuram bura. 5'i 5'ə bölürəm 1 dəfə. 1 5'in 5. Deməli 41 etdik. İndi isə 2'ni 17'yə vururam. 7 2'nin 14 4 yazıram 1 yadda. 2 1'in 2 o da 1 3. 34. İndi isə 41'dən 34'ü çıxıram. 1'dən 4 çıxmaq olmur. 1 onluq götürəm. 11'dən 4'ü çıxıram 7. Burada da 3 qalmışdı. 3'dən də 3 çıxıram 0. Deməli cavab 7 edir. Burada da yine A'nın yerine 5'i koyuram. 118 vurulsun 5. 5 8'in 40 0 yazıram 4 yadda. 5 1'in 5 o da 4 9. 5 1'in 5 590. 590'dan da 195'e çıxıram. 0'dan 5 çıxmaq olmur. 1 onluq götürürəm. Ondan 5 çıxıram 5. Burada 4 qalmışdı. 1'dan 1 onluq götürürəm. 14'dən 9'u çıxıram. 5 qalır. 4'dən də 1'i çıxıram. 3 cavab 355. 192'ni A'ya vururam. A'mız 5 olduğu üçün yazıram 192 vurulsun 5. 2 5'in 10 0 yazıram 1 yadda. 5 9'un 45 o da 1 46. 6 yazıram 4 yadda. 5 1'in 5 o da 4 9. 950. Daha doğrusu 960 üstə gəlinsin 20 980. 51'i 3'ə vururam. 3 1'in 3 3 5'in 15 153. 765'i bölürəm A'ya, yəni 5'ə. 7'ni 5'ə bölürəm 1 dəfə. 1 5'in 5. 7'den 5'i çıxıram 2. 6'nı yazıram yanında. 26'nı 5'ə bölürəm 5 dəfə. 5 5'in 25. 26'dan 25'i çıxıram 1. Bu 5'i getirirəm bura. 15'i də 5'ə böləndə 3 dəfə. Cavab 153. 153. Burada da 153 çalmışdı. 153'dən də 153'i çıxıram. Cavab 0 alınır. İndi isə keçirik tapşırıq 8-ə. Əvvəl bərabərliyin sağ tərəfindəki ifadənin qiymətini tap, sonra isə tənliyi həll et. Mütəzənin sağ tərəfində 78 vurulsun 4 yazılıb. 78'i vururam 4'ə. 4 8'in 32 2 yazıram 3 yadda. 7 4'ün 28 o da 3 31. Mütəzənin sağ tərəfini tapdıq 312 edir. Artıq tənliyimizi həll etməyə başlayırıq. Buraya yazıram 312. 200 daha doğrusu x bərabərdir 312 çıxılsın 285. X bərabərdir
312'dən 285'e çıxırıq burada alt-alta. 2'dən 5 çıxmaq olmur, bir onluq götürürəm, 12'dən 5 çıxıram, alıram 7. Burada 0 qalmışdı, buradan da bir onluq götürürəm 10, 10'dan 8 çıxıram 2. Deməli, x-imiz 27 imiş. Siz uşaqlar, yəni bu vurmanı və çıxmanı burada yazarsınız. Mən bir anlıq sərf etdim, burada yazdım. Keçək ikinci tənliyimizə. Mötərizənin sağ tərəfindəki ifadənin qiymətini hesablayıram. 254 vurulsun 3'ə. 3 4'ün 12, 2 yazıram bir yadda. 5 3'ün 13, o da 1, 16, 6 yazıram bir yadda. 3 2'nin 6, o da bir 7. 762. İndi isə tənliyimizi həll edirik. Y çıxılsın 193 bərabərdir 762. Y bərabərdir 762. Üzərinə gəlinsin 193. 762 üzərinə gəlinsin 193. 3 üstünə gəlirəm 2, 5, 9 üstə 6, 15, 5 yazıram 1 yadda, 7 üstə 1, 8, o da bir 9. Deməli, y-imiz 955 imiş. Keçək tapşırıq 9'a, suallara cavab ver. Bala ilə 2 həftədə bir dəfə qabığını dəyişir. Bala ilə 43 həftəyə qabığını təxminən neçə dəfə dəyişər? 43 2'yə qalıqsız bölünmür. Biz bunu yuvarlaqlaşdırar da bilərik. Təxminən 42'ni 2'yə böləndə 21 dəfə düşür. Bir qalıq qalır. 43'ü 2'yə bölürəm. 21 qalıq 1. Yəni 21 dəfə tam dəyişir. Metro stansiyasında hər 5 dəqiqədən bir növbəti qatar gəlir. Qatar stansiyanı tərk etdikdən sonra 2 saat ərzində bu stansiyadan neçə dəfə qatar keçəcək? Uşaqlar, bildiyimiz kimi 1 saatimiz 60 dəqiqədir. 2 saatimizdə 60'ı vururuq 2'yə 120 edir. 5 dəqiqədən bir növbəti qatar gəlirsə 120'ni bölürük 5'ə. 12'ni 5'ə böləndə 2 dəfə, 20'ni də 5'ə bölürəm 4 dəfə. Deməli, 24 dəfə qatar gəlib keçəcək. Cədvəldə bağdan toplanan meyvənin kütləsi qeyd edilib. Alma 8 kiloqramlıq, armud 7 kiloqramlıq, nar isə 6 kiloqramlıq eşiklərə yığılmalıdır. Hər meyvə üçün neçə eşiş lazım olacaq? Cədvəl buradadır uşaqlar. Deməli, meyvələrimiz var. Alma, armud, nar, ümumi kütlələri verilib. Eşiklərin sayını artıq biz tapacağıq. Deməli, deyir, alma 8 kiloqramlıq. Almanın ümumi kütləsi 152'dirsə, biz 152'ni 8'ə bölüb eşikin sayını tapırıq. 152 bölünsün 8. 15'i 8'ə bölürəm bir dəfə, 1 8'in 8. 15'dən 8 çıxıram 7, 2'ni yazıram, 72'ni də 8'ə bölürəm 9 dəfə. Deməli, 19 alma yeşiyimiz var. Armudu da verib 7 kiloqramlıq yeşiklərdə. Ümumi çəksin 84 verdiyi üçün 84'ü 7'yə bölürəm. 84 bölünsün 7. 8'i 7'yə bölürəm bir dəfə, 1 7'nin 7. 8'dən 7'ni çıxıram 1, 4'ü yazıram yanında. 14'ü də 7'yə bölürəm 2 dəfə. 2 7'nin 14. Deməli, armudun da eşiklərinin sayı 12 imiş. Narın da ümumi kütləsini 270 verib. Nar isə deyir 6 kiloqramlıq eşiklərə yığılmalıdır. 270'i də 6'ya bölürəm. 27'ni 6'ya bölürəm 4 dəfə. 4 6'nın 24. 7'dən 4'ü çıxıram 3, 0 yazıram yanında. 30'u da 6'ya bölürəm 5 dəfə. Deməli 45'dir. Bütün meyvələr üçün cəmi neçə eşik lazım olacaq? Eşiklərin sayını burada yazdıq. 19, 12, 45. 19 üstünə gəlinsin 12, üstünə gəlinsin 45.
9 üstə 2 11, o da 5 16, 1 yadda. 1 üstə 1 2, 2 üstə 4 6, o da 1 7. Deməli cəmi 76 lazımdır yeşik. Burada isə 19, 12 və 45-i toplayırıq. İndi keçirik səhifə 35-ə, kəsrlərə. Kəsrlər dərsini mən kitabdan izahən vermişəm. İstəsəz əvvəlki videolara baxa bilərsiniz. Tam və bərabər hissələr. Hansı fiqur bərabər hissələrə bölünüb qeyd et? Baxırıq birinci şəklə. Gördüyümüz kimi hər hissə eyni ölçüdədir. Deməli, bərabər hissələrə bölünüb. Bu fiqur bərabər hissələrə bölünməyib, çünki bura balacadır, bura böyükdür, burada tamam fərqlidir. Bu fiqur bərabər hissələrə bölünüb, ikisi də eynidir. Bu fiqur bərabər hissələrə bölünməyib, bu bölünüb, çünki 4 yerə bölünüb və hamısı da eyni hissəyə ayrılıb. Bu da bərabər deyil. Keçirik tapşırıq 2. 3-də 2-si uyğun hissəni rənglə. Deməli, 3-də 2-sini rəngləmək deyirsə, 2 hissəsini rəngləyirik. Sonra 4-də 1 hissəsini rəngləyirik. 5-də 2-sin. 6-da 5-in. 5 hissəsini rəngləyirik. 1, 2, 3, 4, 5. Fiqurları uyğun sayda bərabər hissələrə böl və rənglə. 2-də 1-ini. 2-də 1-ini deyirsə 2 hissəyə bölürük və 1 hissəsini rəngləyirik. 5-də 2-sin. Fiquru 5 hissəyə bölürük və 1 hissəsini rəngləyirik. 1, 2, 3, 4, 5. İkisini rəngləyirsə, siz daha səliqəli şəkildə bölərsiniz. 4-də 3-ünü 4 yerə bölürəm. Bərabər hissələrə dediyi üçün bərabər formada bölmək lazımdır. 4-də 3-ünü rəngləyirik. 1, 2, 3. 8-də 4-ünü. 1, 2, 3, 4, 5, 6, 7, 8. Biraz fərqli oldu, ancaq siz eyni ölçüdə bölərsiniz. 1, 2, 3, 4. 6-da 4-ünü. Belə bölək. Sonra bu hissəsini sileyim, çünki düz olmayacaq. Bərabər hissə alınmayacaq. Buradan çəkeyim. Birini buradan çəkdim, birini buradan, bir buradan. 6-da 4-ünü, 6 bərabər hissə, 4-ünü rəngləyirik. 1, 2, 3, 4. İndi isə keçirik tapşırıq 4-də. Parça neçə bərabər hissəyə bölünüb, altında yaz və uyğun hissələrini rənglə. Deməli, AB parçasıdır, 4 bərabər hissəyə bölünüb. Biz də fiquru 4 hissəyə bölürük və 4-də 1-in rəngləriyirsə, 1 hissəsini rəngləyirik. CD parçası 1, 2, 3, 4, 5, 6 yerə bölünüb və deyir ki, 6-da 2 hissəsini rənglə. Bir, 2. YF parçasında 5 hissəyə bölünmüşdür. 1, 2, 3, 4, 5. 5-də 4-ün deyirsə, 4 hissəsini rəngləyirik.
Tapşırıq 5-ə keçirik. Fiqurlar bərabər hissələrə bölünüb, onların rəglənmiş hissələrinə uyğun kəsirləri yaz. Deməli, birinci fiqurumuza baxırıq. 10 hissəyə bölünüb, 4 burada 4, 8, 10. 10 hissəyə bölünüb və 1, 2, 3, 4. 4 hissəsi rənglənir. Deməli, kəsiri belə yazırıq. Məxrəzdə yazırıq 10, sürətdə yazırıq 4. Bu fiqurumuza baxırıq. 1, 2, 3, 4, 5. 5 hissəyə bölünüb. 5-də 3 hissəsi də rənglənib. 1, 2, 3. Deməli, bu fiqurun 5-də 3 hissəsi rənglənib. Bu fiqurumuza baxırıq. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Məxrəcə yazırıq 8. 1, 2, 3. 3 hissəsi də rənglənib. 8-də 3 rənglənib. 1, 2, 3, 4. Məxrəcə yazırıq 4. Sürətdə yazırıq 1. Çünki 1 hissəsi rənglənib. 6 hissəyə bölünüb. Yazırıq 6. Aşağıda yazırıq. Yuxarıda isə yox. Məxrəcdə yazırıq. Üzr istəyirəm uşaqlar. Məxrəcdə 9 yazıram. Sürətdə isə 6. Çünki 6 hissəsi rənglənib. Bura baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissəyə bölünüb. 8 saydım da. 2 burada, 2 burada, 8. 8. Bəs neçə hissəsi rənglənib? 6 hissəsi rənglənib. Keçək səhifə 36-ya. Deməli, parça 4 bərabər hissəyə bölünüb. Buraya yazılıb 1. Əslində biz buraya kəsir kimi bunu yazmalıyıq. 4-də 4. Bizdən bu hissəni soruşur və deyir ki, uyğun kəsirləri yaz. 4-də 1 buradır. 4-də 2 buradır. Burada 4-də 3. Deməli, uyğun hissə 4-də 2-dir. Keçirik tapşırıq B-yə. Parça 3 bərabər hissəyə bölünüb. Deməli, kəsir kimi yazırıq bunu 3-də 3. Bura olacaq 3-də 1. Burada olacaq 3-də 2. 1, 2, 3, 4, 5, 6, 7, 8. Kəsirimiz 8-də 8 yazırıq. Bura olacaq 8-də 1, 8-də 2, 8-də 3, 8-də 4. Tapşırıq 7-yə keçirik. Bir şəkildə verilmiş kəsiri digər 3 şəkildə təsvir et. Təsvir edilib burada. Burada sözlə yazacaq. Burada kəsir şəklində yazırıq. Burada isə ədəd oxunda göstərəcəyik. Yazıram bura sözlə. 4-də 1. Çünki fiqur 4 bərabər hissəyə bölünüb. 1 hissəsi rənglənib. Kəsir kimi də məxrəcdə 4 yazıram. Sürətdə 1 yazıram. Ədəd oxunda isə bura 4 bərabər hissəyə bölündüyü üçün ümumi kəsirimizi yazırıq 4-də 4. 4-də 1-i rəngləndiyinə görə bu hissəni qeyd edirik. 4-də 1. Fiqurumuz 6 bərabər hissəyə bölünüb. Sözlə yazırıq. 6-da 4 burada kəsir şəklində verilib. Deməli, biz 6-da 4-ünü rəngləyirik. 1, 2, 3, 4. Burada isə sözlə yazırıq. 6-da 4. İndi isə ədəd oxunda göstəririk. Burada yazırıq ümumi kəsirimizi 6-da 6, 6-da 1, 6-da 2, 6-da 3, 6-da 4. İndi keçirik 3-cüyə. 3-də 2-si rənglənib. 1, 2. Kəsirimizi yazırıq. 3-də 2. Burada da ümumi kəsirimiz 3-də 3-dür. 3-də 1, 3-də 2.
Ve figurumuz 1, 2, 3, 4, 5, 6, 7 hissəyə bölünüb. Bura baxırıq. Sözlə verilməyib, kəsirlə verilməyib. Burada isə 7-də 1, 7-də 2, 7-də 3, 7-də 4, 7-də 5. Deməli 7-də 5-ini rəngləyirik. Burada da sözlə yazaq əvvəlcə. 7-də 5. Kəsr şəklində də yazılıb. Məxrəzdə 7, surətdə 5 və 5 hissəsini rəngləyirik. 1, 2, 3, 4, 5. Keçirik tapşırıq 8-ə. Bərabər hissələrə bölünmüş figurun bəzi hissələri rənglənib, digər hissələri də elə boya ki, düzbucaqlının göstərilmiş hissəsi boyanmış olsun. Burada yazılıb kəsr şəklində 8-də 7, ancaq baxırıq ki, 8-də 3 rənglənib. Biz deməli daha 4 hissəsini rəngləməliyik ki, 8-də 7 olsun. Artıq 8-də 7 hissəsi rənglənmişdir. Burada da 8-də 5 hissəsini deyir, 2 hissəsi rənglənib, biz 3 hissəsini rəngləyirik ki, 8-də 5 hissəsi rənglənmiş olsun. 8-də 4-ü, 1-i rənglənib, 2, 3, 4. 8-də 8-i deyirsə, artıq hamısını biz rəngləməliyik. Keçirik tapşırıq 9-a. Uşaqlar pizzanı bərabər hissələrə böldülər. Pizzanın bir dilimi Lalə, 2 dilimini Səbinə, 3 dilimini Anar, qalan 2 dilimini isə Samir yedi. Uşaqlar pizzanı necə bərabər hissəyə böldülər? Deməli, pizzanın bir dilimini Lalə 1, üstəgəlsin 2, 3, üstəgəlsin 3, 6, üstəgəlsin 2, 8. Deməli, pizzanın 8 dilimi var imiş. Uşaqlar pizzanı neçə bərabər hissəyə böldülər? 8-də 8 hissəyə böldülər. Səbinə deməli 2 dilimini, 8-də 2-sini, Lalə 8-də 1-ini, sonra Anar 3 dilimini, Samir isə 8-də 2 dilimini yedi.